İnsan həmişə öz pisliklərinə diqqət edirsə əgər, öz eyblərinə, nöqsanlarına diqqət edirsə, bu onu ruhdan salmaz, bədbinliyə aparmaz. Axı bir insan nə qədər öz eyblərini göz önünə gətirsin, bu onu ümidsiz etməz, naumid etməz. Axı insan nöqsandan çox kamalı sevir, kamilliyi sevir. Və kamal tələbli nöqsanları qabartmaqla zahirən ziddiyyət təşkil edir. İnsan bütün günün nöqsanlarını xatırlatsa, əli qolu yanına düşər və ümidsizliyə qapılar, pessimizmə qapılar. Dini rəvayətlər əksini deyir. Deyir ki, əslində insanın kamal tələbliyinin nəticəsi olaraq insan nöqsanlarına daha çox diqqət edir və səfalı insan, təmiz, saf insan pisliklərini daha çox görür, qabardır. Öz nöqsanlarına diqqət etməyən insanın şəxsiyyətində problem var. Şəxsiyyətli insan öz eyblərinə diqqət yönəldib, yaxşılıqlarını unudan adamdır. Peyğəmbərimizdən belə bir hədis var, buyurur, İza əradəllah bi'abdin xeyra, Allah bir bəndənin xeyrini istəsə, bir bəndəyə lütf eləsə, əlhahu an mahasinih, yaxşılıqlarına qarşı onun özünü diqqətsiz edər, yaxşılıqlarını tez unudar. Yəni, öz yaxşılıqlarını görmür. Allah birinə xeyir iradə eləsə, insan öz yaxşılıqlarını görməz. Gərək onun yadına salasan ki, sən filan yaxşı işi görmüsən. Desin, hansı iş yadıma gəlmir. Təriflədikcə daha çox, belə deyək, təvazökarlıq etsin, daxildən gəlsin bu. Deyəsən, sən çox böyük iş gördün, desin, vay, mən axı heç nə eləməmişəm, həqiqətən bir şey eləməmişəm. Və hədisin davamında buyurur ki, və cəalə məsavihi beynə aynəy. Allah birinə xeyir iradə eləsə, eyblərini, pisliklərini gözünün önündə saxlayar həmişə. Həmişə pisliklərini görər. Mənim filan eybim var, filan nöqsanım var, filan pisliyim var. Gördüyü bu olar, yaxşılıqlarını görməz. Və bütün bunlara baxmayaraq, şad əhval-ruhiyyədə olar. Bədbin olmaz, ümidsiz olmaz.